Salam hörmətli izləyicilər, necəsiz? Xoş gördük hər birinizi. Bu dəfəki mövzumuzda sizlər üçün mən Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti haqqında məlumat verəcəm. Hansı ki 5-ci sinifdə siz Azərbaycanın qəhrəman oğullarından və hökmdarlarından olan Cavanşir haqqında bir qədər qısa məlumat əldə etmişdiniz. Hətta daha sonraki dövrlərdə 7-ci sinif Azərbaycan tarixi dərsliklərində də bu haqqda məlumata rast gəlmişdiniz. İndi isə daha ətraflı məlumat verəcəm. Başlayaq. İlk öncə vurğulamaq istəyirəm ki, biz deyirik ki, Albaniyada Sasani mərzbanlığı dövrü var idi. Birinci Sasani mərzbanlığı dövrü 463-cü ildən 487-ci ilə qədər davam etmişdi ki, hansı ki bu dövr ərzində Albaniyanın daxili müstəqilliyinə son qoyulmuş və bu ərazini Sasani canişinləri, yəni Sasani mərzbanları idarə etmişlər. Lakin daha sonra 487-ci ildə 3-cü Mömin Vaçaqanın hakimiyyətə gəlməsi ilə Albaniyanın daxili müstəqilliyi yenidən bərpa edilmişdi, amma bu uzun sürməmişdi. 510-cu ildə 3-cü Mömin Vaçaqanın ölümündən sonra Arşakilər sülaləsinin Albaniyada hakimiyyəti başa çatdı. Yenidən Albaniya Sasanilərin hakimiyyəti altına düşdü və yenidən daxili müstəqilliyi ləğv olundu. 510-cu ildən ta 630-cu ilə qədər burada növbəti Sasani mərzbanlığı dövrü davam etdi. Və biz deyəcəyik ki, bu illər ərzində hansı ki 624-dən 628-ci ilə qədər 4 il müddətində Sasani-Bizans dövləti arasında müharibələr gedirdi. Bu müharibələr zamanı Albaniya döyüş meydanına çevrilmişdi və böyük zərərlər görürdü. Və bu müharibənin sonunda 629-cu ildə müqavilə imzalanmışdı ki, müqaviləyə əsasən Albaniya Sasanilərin təsir dairəsində qalmışdı. Və buna əlavə biz deyəcəyik ki, burada müstəqil bir dövlət, vahid bir dövlət olmadığı üçün eyni zamanda digər yürüşlərə də məruz qalırdı. Belə ki, 629-630-cu illər dönəmində Xəzərlərin də Albaniyaya yürüşü baş vermişdi, lakin siyasi səbəblərdən dolayı Xəzərlər geri çəkilərək çıxıb getmişdilər. Bu danışdığım dönəmlərdə bəs sual oluna bilər ki, Albaniyada kimlər ağalıq edirdi? Ümumiyyətlə deyəcəyik ki, 6-cı, 7-ci əsrlər dönəmindən, yəni 6-cı əsrin sonu, 7-ci əsrin əvvəllərindən etibarən Girdiman ərazisində, hansı ki bu Girdiman vilayəti indiki Şəmkir, Qazax bölgəsinə müəyyən qədər uyğun gəlir ki, ərazi baxımından, bu ərazidə bir knyazlıq, bir xırda feodal dövlət kimi bir ərazi meydana gəlmiş oldu. Burada isə bu knyazlığı meydana gətirdi Mihir adlı şəxs, hansı ki bu Mihir İrandan siyasi təqibdən canını qurtarmaq üçün qaçıb gəlmişdi Albaniya ərazisinə və onun adı ilə başlayan sülalə Mehranilər sülaləsi adlanmışdı. O gəlmiş bu Girdiman vilayətində Mehrivan qalasını saldırmışdı, bunu tikdirmişdi və bununla da artıq biz deyəcəyik ki, Girdiman vilayətində Mehranlərin hakimiyyəti başlamışdı. Mehranilər ilk öncə Girdiman vilayətində başlasalar da, daha sonra bütün Albaniyanı əhatə edən bir hakimiyyət qurmağı bacarmışdılar. Lakin əsas olaraq söyləyəcəyik ki, bu Mehranilərin rəsmi hakimiyyətinin başlanması 630-cu ildən başlandı. 630-cu ildə Mehranilərin görkəmli nümayəndəsi Varaz Grigor gəldi hakimiyyətə və Albaniyanın daxili müstəqilliyini yenidən bərpa etdi. 642-ci ilə qədər hakimiyyətdə qaldı və hətta deyəcəyik ki, Varaz Grigorun dövründə hələ ki o hakimiyyətə gəlməmişdən də öncə, hansı ki Girdiman vilayətinin knyazı kimi, başçısı kimi iştirak edirdi, yəni burada fəaliyyət göstərirdi. Həmin dövrdə o özünü Bizans İmperatoru 2-ci İraklinin vassalı elan etmişdi. Çünki həmin dövrdə Sasani-Bizans arasında müharibələr gedirdi və o çox yaxşı görürdü ki, Sasanilər tez-tez döyüşlərdə məğlub olurlar. Və ona görə də əsasən o özünü Bizans İmperatorunun vassalı elan edərək bir növ yaltaqlanmağa çalışırdı və öz dövləti, öz Girdiman vilayətinin belə deyim, ərazisini, Girdiman knyazlığının ərazisini yürüşlərdən qorumağa çalışırdı. Və deyəcək ki, Varaz Grigorun dövründə nə qədər də öz rəsmi hakimiyyətini bərpa etsə də belə, Albaniyanın daxili müstəqilliyini bərpa etsə də belə, yenə də Sasanidən asılı vəziyyətdə idilər. Və buna görə təbii ki də Sasanilər hər hansısa bir düşmən dövlətə qarşı mübarizə aparan zaman burada Albaniya kömək göstərməli idi. Belə ki, 636-cı ildə Kadisiya döyüşü baş verdi. Kadisiya döyüşündə Sasanilər və Ərəblər qarşı-qarşıya gəldilər. Bu zaman Albaniya öz ordusu ilə Sasanilərə kömək göstərdi. Varaz Grigor öz oğlu Cavanşiri bir sərkərdə olaraq ordunun başında Kadisiya döyüşündə köməyə göndərdi Sasanilərə.
Lakin bunun ardınca 637-ci ildə Ktesipan döyüşü baş vermişdi. Bu döyüşlərin hər ikisində Sasanilər, Ərəblər qarşı-qarşıya gəlmişdilər. Lakin nə qədər Albaniya kömək göstərsə də belə Sasanilər məğlub olmuşdular. Hətta bir məlumat qeyd olunur ki, 636-cı il Kadisiya döyüşü nəticəsində Albaniya məğlub olsa da belə Cavanşirin göstərdiyi qəhrəmanlığa görə Sasani hökmdarı 3-cü Yezdigərd onu qızıl silahla mükafatlandırmışdı. Yəni onu hədiyyə vermişdi, ona peşkəş vermişdi göstərdiyi qəhrəmanlığa görə. Lakin bu qəhrəmanlıqlara baxmayaraq təbii ki, Sasanilər məğlub olmuşdu. Ən sonda isə 637-ci ildə Sasanilərin paytaxtı Ktesifonun mühasirəsi ərəblər tərəfindən baş verərkən Cavanşir mübarizə aparmağın mənasız olduğunu görərək geri qayıtmışdı. Və bir əlavə məlumatı qeyd edə bilərəm ki, sizin üçün, əgər biraz öncəki keçdiyimiz mövzuları xatırlasaz, vaxtilə Əhəmənilər dövlətinin hələ mövcudluğu dövründə Qavqamela vuruşması baş verərkən də Atropat əvvəlcə 3-cü Daraya kömək göstərsə də belə, daha sonraki dönəmdə mübarizə aparmağın mənasız olduğuna görərək Atropat Qazakaya çıxıb getmişdi. Yəni, həmin ərazini tərk edib çıxıb getmişdi. Həmin xüsusiyyətlə biz Atropatı və Cavanşiri oxşarlaşdıra bilərik. Daha sonra Cavanşirin artıq hakimiyyət dövrü başlayacaq. 642-ci ildən 681-ci ilə qədər atası tərəfindən taxta çıxarılır. Albaniyanın tam hakimi olur, hökmdarı olur. Onun dövləti, yəni mövcudluğu, hakimiyyət mövcudluğu dövründə deyəcəyik ki, Girdivan knyazlığına və ya Alban dövlətinə başçı təyin olundu. Cavanşir hakimiyyət dövründə deyəcək ki, dövlətin ərazisi İberiyadan Hun qapısına və Araz çayına qədər ki, ərazini əhatə edirdi. Yəni, Gürcüstandan Dərbənd qalasına, yəni Dərbənd keçidinə və Araz çayına qədər ki, böyük bir ərazini əhatə edən bir dövlətə çevrilmişdi. Bundan başqa, əsasən deyəcək ki, Cavanşir haqqında və ümumiyyətlə bu dövr Albaniyası haqqında bizə məlumat verir Musa Kalankatlı adlı tarixçi. Musa Kalankatlının verdiyi məlumatlardan belə aydın olur ki, Cavanşir dövlətinin qayğısına qalırmış, Cavanşir Bərdə şəhərində deməli, abadlıq işləri həyata keçirir, ölkə ərazisində quruculuq işləri həyata keçirir, saraylar tikdirir, imarətlər tikdirir, alimləri və şairləri himayə edirdi. Çox da gözəl əhalinin, xalqının qayğısına qalmağı bacarırdı Cavanşir və o yürütdüyü uğurlu siyasət nəticəsində ölkəsini qorumağı da bacarmışdı. Və biz deyəcəyik ki, Musa Kalankatlının verdiyi digər bir məlumata əsasən vurğulanır ki, Cavanşir ölkəyə hücum edən Sasani feodallarına qarşı uğurlu mübarizə aparmağı da bacarırdı. Deməli, nə qədər Sasaninin asılılığında olsa da belə, Sasaninin tərkibindən çıxıb buraya yürüş edən iri feodallara qarşı da uğurlu mübarizə aparılmış. Daha sonra onun dövründə yenə dinc quruculuq işləri həyata keçirildi. Bərdə şəhəri yenə də paytaxt olmağa davam etdi. Hansı ki, öncəki dönəmdə 2-ci Vaçen dövründə Bərdə şəhəri salınmış və şimaldan baş verən yürüşlərin olması səbəbilə ölkənin paytaxtı Qəbələdən Bərdəyə köçürülmüşdü. Mehranilərin də hakimiyyət dövründə yenidən Bərdə şəhəri paytaxt rolunu oynamışdı. Cavanşir xarici siyasətdə uğurlu addımlar atdı. Belə ki, o mövcudluğu dönəmində həm Sasanilərlə, həm Bizansla, həm Ərəblərlə, həm də ki, deməli, Xəzərlərlə düzgün siyasət yürüdüb ölkəsinin müstəqil qalmasına, ölkəsini qoruyub saxlamağa nail olmuşdu. Bunu bacarmışdı. Bu, hər bir hökmdar edə biləcəyi bir iş deyildi. Deyəcəyik ki, 651-ci ildə Sasanilər dövlətinə Ərəblər tərəfindən son qoyulur. Bundan sonra artıq Cavanşir düşünür ki, Ərəblər güclü bir qüvvədir və Ərəblərə qarşı mübarizə aparmaq üçün gedir Bizansa yaxınlaşır. 654-cü ildə Bizans imperatoru 2-ci Konstantinlə görüş keçirdi və onunla keçirilmiş görüşün məqsədi Ərəblərə qarşı ittifaq qurmaq idi. Bu görüş zamanı Bizans imperatoru 2-ci Konstantin Cavanşirə İsa'nın həyat verici xaçının bir parçasını və padşahlıq xələti bağışlayır, ona hədiyyə olaraq verir. Lakin aralarında qurulmuş ittifaq uzun bir müddət sonra, yəni uzun müddət davam etmir. Bir müddət sonra Bizans imperatoru verdiyi vədlərə sadiq qalmır. Yəni verdiyi hansı ki kömək vədlərinə görə sadiq qalmır, ona köməklik göstərmir. Və deyəcək ki, bundan sonra Cavanşirin yenə hakimiyyət dövrünü söhbət gedir ki, 662-ci ildə Xəzər tayfalarının ölkəyə yürüşü baş verdi. Bu yürüş zamanı Cavanşir Xəzərlər üzərində qələbə qazandı və Xəzərlərin başçısına söyləmişdi ki, get
Çolanın qapılarından geri qayıt, bir də buraya gəlmə. Yəni Dərbənd keçidinin qapılarından geri qayıt, bir də buraya gəlmə. Belə bir ifadə işlətmişdi. Lakin burada qalib gəlməsinə baxmayaraq 3 il sonra yenidən 664-cü ildə Xəzərlərin yürüşü baş verir. Bu yürüş daha böyük yürüş idi və Cavanşir nə qədər mübarizə aparsa da belə məğlub oldu. Xəzərlər çoxlu sayda əsirlər və böyük qənimətlər, mal-qaranı ələ keçirdib öz ölkələrinə artıq dönürdülər ki, Cavanşir bunun qarşısını aldı. Belə ki, Cavanşir bu dəfə şəxsi həyatını ortaya qoydu. Xəzər xaqanının qızı ilə ailə həyatı quraraq nikah diplomatiyasını irəli sürdü. Bu nikah diplomatiyasında əsasən o artıq işğal olunmuş, yəni ələ keçirilmiş insanları, əsirləri geri qaytarmağı bacardı, mal-qaranı və digər qənimətləri geri qaytarmağa nail oldu. Ardınca deyəcək ki, artıq müəyyən bir müddət sonra artıq ərəblər dövlətində, yəni Ərəb xilafətində Əməvilər sülaləsi hakimiyyətə gəldi ki, Əməvilər sülaləsi artıq daha güclü bir sülalə, daha qüdrətli idi. Cavanşir bu dəfə öz siyasətinin istiqamətini dəyişdi. Belə ki, bu dəfə Cavanşir getdi Bizansla olan artıq gördü ki, ittifaqdan bir fayda yoxdur. Getdi ərəblərlə yaxınlaşmağa və bu məqsədlə də 667-ci ildə və 670-ci ildə 2 dəfə ərəblərin Dəməşq şəhərinə getdi. Burada xəlifə Muaviyə ilə görüşdü. Və xəlifə Muaviyə ilə görüş nəticəsində o Albaniyanın müstəqilliyinin qorunub saxlanılmasına nail oldu. Düzdür, Albaniya rəsmən Ərəb xilafətindən asılı bir dövlətə çevrildi. Lakin onun daxili müstəqilliyinə son qoyulmur. Bu yalnız onun xarici müstəqilliyinə son qoyulması demək idi. Və bundan əlavə eyni zamanda Albaniya ərəblərə öz əldə etdiyi xəzinə gəlirlərinin 2/3 hissəsini vergi verməli idi ki, Cavanşirin apardığı danışıqlar nəticəsində bu vergilərin miqdarı 2/3 hissədən 1/3 hissəyə qədər azaldılmışdı. Və onun bu yeritdiyi siyasət nəticəsində həm ölkəsinin verəcəyi vergilər azaldılmış, həm də ölkəsinin daxili müstəqilliyinin qorunub saxlanılmasına nail olmuşdu. Təbii ki, burada sual yana bilər ki, nəyə görə ərəblər Cavanşirin bu istəklərini yerinə yetirdi? Çünki Albaniyanın əlverişli təbii coğrafi şəraiti, mövqeyi, zəngin sərvətlərə malik olması və Cavanşirin şəxsi nüfuzunun böyük olması təbii ki də burada rol oynayırdı. Lakin bu qədər güllük, çiçəklik, firavanlıq dövrünə baxmayaraq, artıq o ərəblərlə yaxınlaşdığı üçün Bizanspərəst qüvvələr buna qısqanclıqla yanaşdılar. Belə ki, ölkənin daxilində bəzi yerli hakimlər Bizansa meyilli siyasət yürüdürdülər, Bizanspərəst siyasət yürüdürdülər. Buna görə də onlar qəzəblənərək 681-ci ildə sui-qəsd Cavanşiri öldürdülər. Onun ölümündən sonra hakimiyyətə ərəblər tərəfindən Cavanşirin qardaşı oğlu Varas Tridat çıxarıldı. Ta 705-ci ilə qədər də hakimiyyətdə qaldı. Lakin sonunda 705-ci ildə ərəblər Varas Tridat və onun ailə üzvlərini Dəməşq şəhərinə apararaq edam edirlər və 705-ci ildə Albaniyanın bir dəfəlik daxili müstəqilliyinə son qoyulur. Artıq bundan sonra Albaniyanın bərpası yoxdur. Düzdür, biz buna indiyə kimi birinci Sasani mərzbanlığı deyirik, ikinci Sasani mərzbanlığı, sonra Ərəb xilafətindən asılı olma dövrü deyirik. Hansı ki, iki mərzbanlıq dönəmində Albaniya yenidən öz müstəqilliyini bərpa etməyə nail olmuşdu. Lakin burada artıq 705-ci ildə ərəblər tərəfindən artıq bir dəfəlik Albaniyaya son qoyulur və artıq yenidən bərpa oluna bilmir. Eramızdan əvvəl 4-cü əsrin sonunda yaranmış Albaniyaya 705-də son qoyulur. Bu mövzumuz haqqında bu qədər. İnşallah növbəti mövzu haqqında yenidən danışacağım. Sağ olun.